Sənət tarixi haqqında yadında nə qalıb? Orada sənə maraqlı nə gəldi? Orada təsviri incəsənətlər xoşuma gəldi, rəsmlər. Aha. Məsələn, rəssamların həyatı, Caravaggio xoşuma gəldi, Raffaello, bunlar. Rafael, Leonardo da Vinci, Bernini. Onların həyatının haqqında ayrı keçək sənətli kinolara baxacaqsınız ki, daha mükəmməl qaydada bunların haqqında məlumatınız olsun. Sonra şəxsi keyfiyyətlərdən bir xarakter haqqında danışdıq. Yalnız o qədər çox girə bilmədik. İndi bu yay başlayarıq. Allah qismət eləsin. Bir də biz başlayacağıq. Bir dərsimiz var. Filosofların həyatı və fəlsəfi cərəyanları haqqında danışdıq. Oradan hansı filosoflar yadında qalıbdı? Biz orada Aristoteldən danışdıq. Platondan danışdıq. Ən birinci filosof kim idi? Thalesdən danışdıq. Thales, hə. Thalesdən də danışdıq. Sokratdan danışdıq. danışdıq. Şarkondan da danışdıq. Bəli, indi sonra böyük şəxsiyyətlər haqqında da onları da araşdıracağıq. Çünki lideri ilə bağlı dərslərimiz olacaqdır. Onları da araşdıracağıq. Səncə bir valideynin cənnəti nədir? Çoxlu pulu olması mı, yoxsa müdiri övladı olması mı? Məncə müdiri övladı olması. Çünki o maddi dəyərdən yox, mənəvi cəhətdən zəngin olur. Və valideyn özünü pul olmaqdan çox daha ağıllı, müdrik uşaq olanda özünü daha yaxşı hiss edir, daha ağıllı hiss edir. Çünki müdrik övlad maddiyyatında qura bilir, mənəviyyatında qura bilir. Başqa uşaqlara tövsiyən nədir? Sən dərsi oxuyanda özünü məcbur mu eləyirsən, ondan zövq mü alırsan, onu özünə boş mu bilirsən? Həmişə mən əslində bundan zövq alıram. Gərəklidir həmçinin də. Mən bunu hiss edirəm, çünki sən mənim dərslərimə çox yaxşı cavab verirsən. Bəli. Bəzən özümü oxumağa məcbur edirəm, çünki hər zaman həvəsli olmaq çətin olur. Elm insanın gələcəyi üçün çox vacibdir. Yəni bunu dərk etdikcə də oxumağa daha ciddi yanaşıram. Bunun ən gözəli isə maraqlı mövzular öyrənəndə ondan zövq almaq idi. Həm də ki, dərslər mənə elə gəlir ki, yaxşı başa düşəndə o da bir başqa zövq verir insana. Bəli. Önəmli olan dərsi başa düşməkdir. Dərsi başa düşüb, onu dərk edib, onu həyatda yerinə qoymaq və ardıcıllığını qurmaq. Çünki bütün həyatdakı gözəlliklərin nə varsa hamısının başı elmdir. Onu elmi dərəcədə dərk edəndə onun insana təsiri də bir başqa olur. İnsana verdiyi zövq də bir başqa olur. Nə demək istəyərdin uşaqlara ki, onlar dərslərinə qarşı fərqli yanaşsınlar? Bir mövzu başa düşmədikdə və yaxud ki, nəyisə anlamadıqda niyə sualını verməyə çalışsınlar. Niyə sualını həmişə vermək lazımdır. Dərsi diqqətlə müəllimə qulaq asmalıdırlar və təkrar eləməlidirlər. Bəli, öyrənməlidirlər, sonra da təkrar eləməlidirlər. Amma çox təəssüf ki, uşaqlar dərsə qulaq asanda fikirlər həmişə başqa yerdə olurlar. Müəllimin səsi biraz hündürdən gələndə qayıdırlar, gəlirlər. Həm də təkrar biliyin anasıdır. Bəs, inşallah. Mən də ümidimi təkrara bağlamışam ki, Allah qismət eləsin. Biz də təkrar edəndən sonra bizim dərslərimizin yanaşma tərzimiz tamam fərqli olacaqdır. Yəni, hesab edirəm ki, bundan sonraki reportajlarımız daha maraqlı olacaq. Və əziz dinləyicilər, biz bu verilişi Eminin dərs otağından çəkirik və bizim arxamızda gördüyümüz bu şəkil Eminin arzularıdır. Tək Eminin yox, bütün Eminlərin arzularıdır. Bütün uşaqlar uşaq vaxtı çox suallar verəndə deyirlər ki, kosmonavt olacaq. Çox uşaqlar deyir ki, kosmonavt olacaq. Amma çox təəssüf ki, bugün dünyanın bir çox yerlərində körpə uşaqlar olur. Və biz onlar üçün heç nə edə bilmirik. Böyük arzularla gələn uşaqlara belə bir həyat arzulayırıq. Ona görə də mən valideyn olaraq, bir böyüklər olaraq, bütün böyüklərin adından, emin kimi uşaqlardan, hamısına dönə-dönə üzr istəyirəm ki, bu arxasında gördüyünüz bu şəkil eminlərin xəyallarıdır. Tək emin yox, bütün eminlərin xəyallarıdır. Biz onlara dünyanı verə bilmirik. Biz uşaqlara, o kainata getmək arzusunda olan uşaqlara bu balaca dünyamızda müharibə bəxş edirik. Dünyanın bir çox yerində bu körpə uşaqlar bu həyata məcbur qalırlar. Keşke onların bütün arzularını həyata getirə bilsəydik. Bu qədər.